Qusar rayonu Bitki Mühafizəsi və Fumigasiya Mərkəzindən verilən bilgiyə görə, Qusar rayonu ərazisində 10 mart 2023-cü il tarixindən 21 fevral 2026-cı il tarixinə kimi karantin tətbiq edilən zərərli orqanizm olan qəhvəyi mərmər bağacığının aşkar edilməsi məqsədi ilə 56 kənddə 800 ədəd feromon təl asılıb. 27 kənddə ev təsərrüfatları və ictimai obyektlərdə vizual baxış zamanı aşkarlanan az sayda yetkin fərdlər müşahidə olunaraq mexaniki üsullarla məhv edilib. Oktyabr ayında müşahidə olundu, deyəsən köç eləyirdi. Yalama tərəfdən gəldi onlar, dağa tərəf beləcək. O vaxtda həyətlərdə, misal üçün divarlarda, azadda, hər tərəfdə 10 dənə, 5 dənə, o 25 dənə belə də görünürdü. 1-2 gün oldu, 3 gün oldu uzağı belə. Ondan sonra onlar müşahidə olunmur. Bu yaxınlarda rayon kənd təsərrüfat idarəsindən də gəlmişdilər nümayəndələr, iclas keçirdilər kənddə. Onlarla mübarizə tədbirləri haqqında maarifləndirmə işləri apardılar. Hazırda cəmaət da ki, çardaqlarda ola bilər onlar o vaxtı köç eləyəndə çardaqlarda gizlənmiş ola bilər. Çardaqların təmizlənməsi üzərində işləyirlər, təmizləyirlər. 2025-ci ilin 9-13 oktyabr tarixlərində Qusar rayonu ərazisində temperatur 20 dərəcədən yuxarı olduğundan rayonun Şirvanlı, Qullar, Əzəxur, Əniqoba kəndlərində 167,16 hektar qarışıq meyvə bağları, ambarlar və köhnə tikillərdə qəhvəyi mərmər bağacığı aşkar olunub. Büdcə vəsaiti hesabına bu zərər vericiyə qarşı bifenamin preparatı ilə kimyəvi mübarizə aparılıb. Oktyabr aylarında az-maz görünürdü. İndi həmin aydan sonra biz onu görmədik. Rayondan gəliblər, işçilər baxıblar, soruşublar. Bizə başa salıblar ki, yəni onlar elan olunsa, xəbərdar olsun, bizə onlara xəbər verək. Bir-iki gəlir də ayda bir dənə görməklə iş bitmir ki, yoxdur. Əsasən yoxdur. Mütəmadi olaraq rayonun ərazisində inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrlə birlikdə kəndlərdə vətəndaşlarla görüşlər, qəhvəyi mərmər bağacığının biologiya və morfologiyası barədə təlimlər keçirilib. Zərər vericiyə qarşı aparılacaq mübarizə tədbirləri izah olunub və bukletlər paylanılıb. Tədbirlər hal-hazırda da davam etdirilir. Qəhvəyi mərmər bağacığına qarşı hazırlanmış fəaliyyət planına uyğun olaraq bu günlərim Qusar rayonunun Şirvanlı kəndində qış dövründə qəhvəyi mərmər bağacığının monitorinqi davam edir və fitosanitar monitorinqlər nəticəsində indiyə qədər 20 dənə evin çardağına, yardımçı təsərrüfatına baxış keçirildi. Bir-iki evdən 2 dənə, 1 dənə fərd tapılaraq mexaniki yolla məhv edildi, öldürüldü. Hal-hazırda qəhvəyi mərmər bağacığı qışlama dövründədir. Bu qışlama dövrü temperaturdan asılı olaraq mart ayının 3-cü 10 günlüyü və aprel ayının 1-ci 10 günlüyünə qədər davam eləyəcək və ondan sonra qəhvəyi mərmər bağacığı geniş sahələrə miqrasiyası gözlənilir. Bu günlərim Şirvanlı kənd sakinlərindən də görüş keçirdik və onları bir daha maarifləndirmə işləri apardıq ki, hər bir sakin öz evini təmizləsin, çardağına baxsın, yardımçı təsərrüfatına baxsın və müşahidə olunan bağacığı tapdıqda mexaniki yolla öldürsün. Qeyd edək ki, zərər vericiyə qarşı mübarizə tədbirləri aparılması üçün Bitki Mühafizəsi və Fumigasiya Mərkəzinin balansında texnika və dərman preparatları mövcuddur. Qəhvəyi mərmər bağacığından bağlı Respublikamızın 3 rayonunda əlaqələndirmə mərkəzi yaradılmışdı. Qazax, Balakən və Xaçmaz rayonlarında. Bu istiqamətdə Quba, Qusar, Xaçmaz istiqamətində hər hansı bir təsərrüfatda, evdə qəhvəyi mərmər bağacığı müşahidə olunarsa, Xaçmaz Bitki Mühafizə Mərkəzinə müraciət olunması xahiş olunur. Məlumat üçün bildirək ki, qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yaslı və armudvari formalı zərər vericidir. Zərər verici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Sahib Məmmədli Elçin, Şualı Qafqaz TV üçün.